Hər birinizi salamlayıram, əziz abituriyentlər. Bugünkü dərsimiz funksiyanın verilmə usulları mövzusundan olacaq, davamıdır. Funksiya qrafik ilə verilir. Deməli, qrafikdə budur. Hər hansı bir qrafiki verib. Deyir ki, funksiyanın qrafiki koordinat müstəvisində absisi arqumentin ordinatı isə funksiyana uyğun qiymətli olan bütün nöqtələrin həndəsi yeridir. Yəni, demək istəyir ki, bax, bu olacaq, absis oxudu, nə olacaq? Arqument. Y-də funksiyanı göstərir. Ordinat oxudu, funksiyanın qiymətlərini göstərir. İndi burada görsək əgər, tutaq ki, bu funksiyanın təyin oblasını tapaq. Təyin oblasında oxdan görsənir ki, buradan daxildir, burada isə daxil deyil. Bunun təyin oblası olacaq -6, 2. -6 daxildir, amma 2 daxil deyil. Göründüyü kimi burada verilib. Qiymətlər oblasti isə Y-in üzərində olan qiymətlərdir. Hansıdır? 1-dən başlayıb buradan yuxarıya doğru. Hara kimi gedib? 4-ə, 5-ə qədər. 5 daxil olacaq, amma 1 daxil deyil. Deməli, 1, 5 arasında. Bu oldu bunun Y, Y-i, yəni qiymətlər oblastı. Bu da oldu D, Y-i, yəni təyin oblastı. İndi tutaq ki, burada deyib qiymətlər çoxluğunda f-4-də neçə alır? F, yəni x-in -4-də f neçə alır? 4. Burada görsənir. F-2-sində alır 3. 1-də, tutaq 0-ında neçə alır? 0-ında alır 2. F0 olsa əgər, olacaq 2. Bunu bildik. İndi deyir ki, ordinat oxuna paralel çəkilən düz xəttlər, bu düz xəttlər. Əgər qrafiki bir nöqtədə kəsirsə, bir nöqtədə, bu olacaq funksiya. Əgər 2 və daha çox nöqtələrdə kəsirsə, bir dənə oxdan söhbət gedir, bir dənə düz xəttdən. Buna funksiya deməyəcək, bu funksiya olmayacaq. Bu olacaq funksiya deyil. Amma A bəndi funksiyadır. Bunu bildik. İndi öyrənmə tapşırıqlarına baxaq. Deyir ki, şaqulot xətt çəkməklə verilən əyrililərin hər hansı bir funksiyanın qrafik olub olmadığını yoxlayın. Bir dənə düz xətt çəkək, ordinat oxuna paralel düz xətt çəkək. Görürük ki, bir dənə nöqtədə kəsir. Bu funksiyadır. Funksiya. Və bununla davam edək. Görürsünüz ki, 2 nöqtədə kəsir. Bu oldu, funksiya deyil. Deyil. Burada isə bir dənə nöqtədə kəsir. Funksiyadır. Və buradan da göründüyü kimi 2 dənə nöqtədə kəsir. 2 və daha çox olsa funksiya deyil. Deyil. Növbəti sualımıza baxaq. 8-ci sualda deyir ki, qrafikdə verilmiş funksiyanın hər biri üçün f0, 1, -1, -2. Yəni, burada soruşmur ki, bizdən qrafik hansı qrafikdir və yaxud da qrafikin düsturu, bu qrafika görə düsturunu təyin elə, sadəcə f0-dən alır. Tutaq ki, burada f0-da, yəni x-in 0 qiymətində bu neçə alır? -1. F0-da alır -1. Və yaxud da F1-də alır. F1-də alır. 1-də alır, deməli 0. F-1-də alır.
X'in mənfi 1'ində mənfi 1 buradadır. Mənfi 2 alır. F mənfi 2'də mənfi 2'də də burada alır mənfi 3'ü. Yəni bu qaydanı tapırsınız. Və digərində də F sıfırda alır 1. F sıfırda 1. İkinci B bəndi için. F 1'də alır. Yəni bu nöqtədə və bu oxu qiymətləndirsən neçə alacaq? Mənfi 2. F mənfi 1'də mənfi 1 harada? Bura. Bura. Və burada da fikir versək neçə alır? 2. 2. F mənfi 2'də fikir versək 1 alacaq. 1 alacaq. Bu qaydayla tapırsınız bunlar. İndi keçək C bəndinə. Yazıb F sıfırda 0 alır. Mərkəzdən keçib burada. X'i sıfırdırsa funksiyanın özü də 0 alıb. F 1'də isə 1'dən alıb 1 alıb. Yəni kub funksiyadır. 1'in kubu 1 edir. Ona görə F mənfi 1'də mənfi 1 alıb. F mənfi 2'də mənfi 2 arada. Yəni X'in mənfi 2'si. Bu olacaq 8 kub olduğuna görə mənfi 2'nin kubu mənfi 8 olacaq. Bu y bərabərdir x kubunun funksiyası. İndi bunun müəyyən hissəsi burada görsənmir deyənə. Ona görə bunu biz belə yazırıq. Bunu silək buradan. Deməli, 9-cu suala baxaq. Şəkilə görə tapşırıqları yerinə yetirin. Funksiyanın qrafik üzərində qeyd edilmiş nöqtələrin koordinatları ilə yazın. Koordinatları ilə yazaq. Baxaq. 1'dir də bura. 1, x-i 1, x-i 1, y-i də 2'dir. Olacaq 1, 2. Digərində x-i 2'dir, y-i 1'dir. Bu nöqtə. Burada da bu nöqtə 1'dir. Olacaq 2, 1. Digər tərəfdə bura 3'dür, burada 2'dir. X-i 3, y-i 2. Bu qayda ilə bunu davam edək. Yəni 3, 2. Digər tərəfdən burada da 4, 5. X-i 4, y-i 5. Olacaq 4, 5. Bunu bildik. Funksiyanı cədvəldə təqdim edin. Cədvəl çəkirik. X, y. X-ə 1 verəndə neçə alıb? 2 alıb. Görsənir də buradan. 1 verəndə 2 alıb. 2 verəndə 1 alıb. 3 verəndə 2 alıb. 4 verəndə 5 alıb. Bu da cədvəl şəklində. İndi isə funksiyanın təyin və qiymətlər oblasını təyin edək. Və buradan da görsənir ki, burada bunun nədir? X-lərin nədir? Təyin oblastı. Oblastı. Bu y-lər də oldu qiymətlər oblastı. Oblast. Yəni bu qədər sadə. Keçək 10-cu suala. Funksiyanın verilmiş qrafikinə görə tapın. Qrafika görə sadəcə qiymətlərini soruşur. F mənfi 3. Baxaq F mənfi 3 haradadır? Bu buradadır. Yəni mənfi 3'də neçə alıb? Mənfi 3'də alıb 3 qiymət. Bura 3'dür.
Alıb 3. F -1-də. -1-dən neçə alıb? 5 alıb. Bura 5'dir. F0'da. F0'da neçə alıb? 4 alıb. Bu nöqtədə. 4 alıb. F1'də isə kesişmə nöqtəsinə baxaq. 3 alıb. Bunu bildik. Keçək B bəndinə. Deyir ki, x-in f1'i funksiya 1'i nə vaxt alır? X-in hansı qiymətində? Funksiya bu 1'i harda alır? Bu 1'i harda alır? Bu 1'i harda alacaq? 3 qiymətində. F 3 olanda 1 olur. Deyir, funksiya 3'ü nə vaxt alır? 3'ü nə vaxt alır? F3 deməli. 3'ü nə vaxt alır funksiya? 1'də F1 olanda 3 olur. Digər tərəfdən burada baxaq. -3 verəndə də 3 olur. F -3 verəndə də 3 olur. Bu qaydayla tapırsınız. Rahat. 11-ci suala baxaq. Deyir ki, funksiyanın qrafiki 1 və -1 nöqtəsindən keçir. İndi bunu yazıram burada 11'i. Y bərabərdir 2x plus b. -1 nöqtəsindən keçmək nə deməkdir? Yəni, eksi 1, y-i -1. Gətirib yerinə yazırıq. Y-i -1, eksi də 2 vurulsun 1 plus b. B-ni də tapanda b bərabərdir. Bunu atsam o tərəfə -1 minus 2 olacaq. O da cavab -3. Bunu tapdıq. Sonra deyir ki, funksiyanın qrafikini qurun. B-ni tapandan sonra y bərabərdir 2x minus 3 olur. Bu nə deməkdir? X, y. Bu -3 B-nin qiymətidir. Bu da y oxunun kesişmə nöqtəsini göstərir. Bax, buranı. -3 buradadır. Və yəni x-ə 0 verəndə -3 alınır. İndi y 0 olması üçün x-ə nə verə bilərəm? 1,5. 1,5. Və buradan da keçir bunun qrafiki. Bunu da qurduq. Bu qaydayla tapırsınız. İndi şəkil 14'də isə, misal 14'də isə deyir ki, yox, 13 yazmadık. 11 idi. Qarışdırdıq, ötürdük qabağa. Bunu silək. Deməli, keçək 12. 12-də deyir ki, C-nin hansı qiymətlərin funksiyanın qrafiki -1, 2 nöqtəsindən keçir. Yəni, x-i budur, y-i də budur. Gətirib yerinə yazırsınız. Y nə deməkdir? Yəni, fx-dir də, fx. Yəni, bu deməkdir. Yazırıq qiymətin yerinə. 2 bərabərdir. -1'in kvadratı plus -1 plus c. 2 bərabərdir 1 minus 1 plus c. Bunlar islah olundu 0, c oldu 2. Deyir, c-nin qiymətini soruşur, sadəcə 2. Bu qaydayla tapırsınız. Keçirik 13-cü suala. 13-cü sualda nə deyir? Deyir ki, fx bərabərdir x kvadrat minus 2x plus 2 funksiyası vermişdir. F0 -3 olarsa f1'i tapın. İndi f0 -3, yəni f0 qiymətini yazıram. X-in yerinə 0 yazıram. 0'ın kvadratı minus 2 vurursun 0 plus 2. Yəni f0 olanda neçə olub? 3 olub, mənfi. Bərabərdir. Bu 0'a getdi, bu da 0. Cavab qaldı. Q da 0 oldu. Üzr istəyirəm, 3 oldu, -3. İndi gətirib yerinə qoyuram. Fx bərabərdir x kvadratı minus 2x minus 3 olacaq. İndi f1'i tapıram. F1 -1 yazıram yerinə. Yazıram -1'in kvadratı minus 2 vurulsun -1 minus 3 bərabərdir. -1'in kvadratı 1. Bu mənfi vurulur. Toplama olur 2 minus 3. Və burada da f -1'də də olacaq 0. Bu qaydayla davam edirsiniz. Şəkildə y bərabər 2x, y bərabər 2x. Yəni bu funksiyalar verilib. Deyir ki, bunların
nə deyir? Hər funksiyaya uyğun qrafiki göstər. Bax, bu funksiya y bərabər 2x funksiyası bu mərkəzdən keçir. Y bərabər 2x. Yəni 0 verəndə 0 olur. Bu düz xəttin tənliyi idi. Keçdik. Bax, bu isə y bərabərdir x kvadrat. Paraboladır. Y oxuna nazaran simmetriyadır. Tutaq ki, 1 verəndə 1 verir, 2 verəndə 4 verir. Bu qaydanı belə artır. Mənfi 1 verəndə də həmin qayda. Yəni, mənfi 1 verəndə də, mənfilər də verəndə, müsbətlərdə də y-lər eyni olur. Bu funksiya isə tərs funksiyadır. 2 bölünsün x. Tərs mütənasibliyin qrafikidir. Budur. Və burada qaldı y bərabərdir 2 plus x. Nə deməkdir? 2 vaid yuxarı. X-i 2 vaid yuxarıdan kəsir. Bu deməkdir. Burada da mənfi 2 verəndə y olur 0. Bu da bunun qrafikidir. Keçdik bunu 15-ə. Qrafiki verilmiş xətti funksiyanı düstur şəklində yazın. Bu 2 var, bu b-dir. B oldu, 2 tapdıq bunu. Bax, burada x-ə 0 verəndə b neçə olub? 2 olub. Yəni, yazıram. X-ə 0 verəndə f x bərabərdir 0 verirəm də buna. Funksiya özü olub 2. K vurulsun 0 plus b bərabərdir. Funksiya özü də olub. Burada neçə olub? 0 verəndə 2 olub. Onda k-nı 0 vuranda 0, b oldu 2. Bunu tapdıq. Bunu buradan da görsənir. Digər tərəfdən x-ə 4 verəndə y olub neçə? 0. B-ni tapandan sonra gətirib yerinə yazırıq. Deməli, 0 bərabərdir funksiya. Yəni, y-i 0 olub 4 verəndə. K vurulsun 4. Bir də plus b-ni də tapmışıq 2. Bunu tapdıq. Onda 4k bərabərdir mənfi 2 olur. K da oldu mənfi 2-də 1. Və düsturun yazaq. Gətirib yazaq. Y bərabər kx plus bd. K-nın qiyməti mənfi 2-də 1-dir. Mənfi 2-də 1 x. B-nin də qiymətini tapmışıq ki, bu onun düsturudur. Bu da onun düsturu. Deyir ki, f mənfi 2-ni tap. Yazıram burada. Düsturumuz neçə idi? Mənfi 2-də 1 x plus 2. Mənfi 2-də nə deməkdir? X-in yerinə mənfi 2 yazıram. 2-də 1 vurulsun mənfi 2 plus 2. Bunlar ixtisar getdi. Mənfi müsbət 1-dir. Üstünə 2 gəndə 3 edir. Bunu bildik. Burada da f 6-nı yazanda mənfi 2-də 1 vurulsun 6 plus 2. Bunlar ixtisar getdi. Oldu mənfi 3 plus 2. O da oldu mənfi 1. Bu qaydanı tapırıq. 16-cı sual. Funksiyanın qrafikinə görə onun düsturlarını yazın və təyin oblastını qiymətli çoxluğunu göstərin. Bu düz xəttinin tənliyidir. Yəni, y bərabər kx plus b. Bunun düsturudur. Yazırıq. X-ə 0 verəndə neçə alıb? 2. B-ni tapdıq 2. B, y oxunun kəsmə nöqtəsidir. Digər tərəfdən də mənfi 2 verəndə də 0 olub. Y 0 olub funksiya x-in mənfi 2 qiymətində. Mənfi 2k plus 2, b də 2. Oldu 2k bərabərdir 2, k da oldu 1. K-nı da tapdıq 1. Y bərabərdir k, x plus b düsturudur. Y bərabərdir k 1-dir. Vurdum x-ə x plus 2. Bu oldu bunun düsturunu yazın. Qrafiklə görə düsturunu yazın. Və digər tərəfdən də təyin oblastını göstərin. Təyin oblastı nədir? Bax, bu x-də bunun təyin oblastıdır. Burada mənfi 4 daxildir. Olacaq. Deməli, mənfi 4. Burada da 2 daxil deyil. 2 daxil deyil. Oldu y, f. Yəni, y təyin oblastı. Qiymətlər oblastı da buradan bura. Buradan bura.
olacaq -2 daxildir. -2 daxildir. 4 daxil deyil. Bu da olacaq, yox bu deyil. Bu təyin olması. Bu da olacaq y, y. Bunun qiymətlər olması. Qiymətlər, bu da təyin. Təyin olmasıdır. Qiymətlər olmasıdır. Bunu bildik. İndi keçirik növbəti sual. B variantı. Burada isə bu parabolanın müəyyən hissəsidir. Yəni bunun müəyyən hissəsidir. Sadəcə x-in hansı qiymətlərini verib? Təyin olmasına baxaq. -1 ilə 2 daxil deyil. Bunun təyin olmasıdır. Bu aralıqda verib, amma x kvadratı plus 1 yuxarı, 1 var yuxarıdır. Bunun qrafikidir. Bu isə bunun təyin olmasıdır. Bunun qrafikdə müəyyən hissəsi verir bu aralıqda. X-in qiymətləri -1 bir də 2 arasında dəyişir bu hissədə. Göründüyü kimi -1 daxil deyil, 2 daxil deyil. Qiymətlər oblastını istəsə, bu 1-dən başlayır. Y-in hara kimi? 4-ə kimi gedir. Qiymətlər oblastı da 1 daxildir. 4 daxil deyil. Bax burada. 4 daxil deyil. Bu da olacaq qiymətlər. Qiymətlər oblastı. Yəni Y hansı aralıqdadır? 1 ilə 4 arasında dəyişir. Bunu da bildik. Elgün deyir ki, aşağıdakı cədvəldə verilən qiymətlərə görə Y-in x-dən asılı funksiya olduğunu demək olmaz. Çünki x-in müxtəlif qiymətlərinə Y-in eyni qiymətləri uyğundur. Sizcə necə düşünürsünüz? Biz əvvəlki dərsdə demişdik ki, Y-in 2 dənə qiymətində, üzr istəyirəm, x-in 2 qiymətində Y-in 1 qiyməti uyğun gələ bilər. Tutaq ki, Y bərabərdir x kvadrat funksiyasında fikir versəz, x-ə qiymət verib Y tapırıq. 1 verəndə neçə edir? 1. -1 verəndə də 1 edir. Yəni x-in qiymətləri -1, 1-dirsə, Y-in qiymətləri 1 uyğun gələ bilər. Yəni bir dənə Y ola bilər. Yəni bu fikir yanlışdır. Siz necə düşünürsünüz? Yəni 2 dənə x-ə bir dənə Y uyğun gələ bilər. Fikrimiz budur. Aşağıdakı asılılıqlar hansının funksiya demək olar? Əgər funksiyanın bu asılılıq üsulunu ifadə edin. Deyir ki, Ramiz həftəlik 5 manat sabit maaş və üstəgəl satışın 2% qədər əlavə alır. İndi satışdan nə gəlir əlavə edirsə, alırsa, onun 2%, nə qədər satırsa, 2% də əlavə olunacaq bunun üstünə. Bu olacaq 50 manat, tutaq ki. Bir də satışdan x plus x vurulsun 2%, bölünsün 100-ü də gələcək bunun üstünə. Bu funksiyadır. Yəni, x-dən asılı olaraq qiymət dəyişir. Nə qədər çox satsa, o qədər gəliri olacaq. Əsmər 5 km/saat sürətlə yeriyirsə, onun getdiyi yolun uzunluğu zamana asılı. Əgər Əsmər 5 km/saat sürətlə gedirsə 1 saata, 1 saata 5 km gedir. Və zaman 2 saata olacaq 50 km, üzr istəyirəm, 10 km. Yəni zaman arta-arta, bu da gedilən yolda artır təbii ki. Bu da asılıqdır, funksiyadır. Kompüter oyununda uşaqların topladığı xalların, onların yaşlarından asılığı, yəni yaşın orada heç bir önəmi yoxdur. Tutaq ki, birinin yaşı çoxdur, amma az xal toplayır. Birinin yaşı azdır, çox xal toplaya bilər. Yəni bu funksiya deyil. C funksiya deyil. Ya, deyil. Onu da bildik. Funksiyadır. Bu da funksiyadır. Keçdik bura. 19. Səfərlərincə sonuncu sualımızdır. Bu dərsə aid. Funksiyanın qraf kalkulyatorla qurun və təyin oblasının qiymətli çoxunu aralıq şəklində yaz. İndi biz bunu qraf kalkulyatorda qurmaq, qraf kompüterdə eləməliyik bunu. Sadəcə biz onu müəyyən qədər öz fikrimizlə yazaq bura.
Yəni x-in qiymətləri -6, -5, bu qaydana -4. Birini yazacağım, birini də siz özünüz yazarsınız. -4, -3, hara kimi gedəcək? -2, -1, 0, 1, yəni bu aralıqda dəyişir də 1, 1-ə qədər. Yəni 2 daxil deyil. Təyin oblasti budur. Yəni x-in aldığı qiymətlər bunun təyin oblastıdır. Gətirib yerinə qoyarsınız -6. 2-də 1 vurulsun -6 plus 2. Neçə edir? Bu edir 3, 3 üstə 2, 5. Bu da oldu 5. Digər tərəfdən -2-də 1 vurulsun 5, üstünə gəlsin 2. Bu oldu -2, bu -5'dir. Müsbət 2,5 üstünə gəlsin 2, bu oldu 4,5. Bunu da bildik. Keçdi -4'ə. -2'də 1 vurulsun -4, üstünə gəlsin 2. Bu edir 2, üstünə 2, 4. Bu da 4. Yəni bu qayda ilə dəyişir də 0,5 qədər azalır. Bu da 3,5 olacaq, bu da 2,5 olacaq. Bu da olacaq 2 olacaq. Baxaq, -1 verəndə -2,5 deməli, yox, burada 3 olacaq. Bu olacaq 2,5, bu olacaq 2, bu olacaq 1,5. Yəni qiymətli versiyada görərsiniz. Bu da onun qiymətlər oblasti. Yəni bu hissə. Y qiymətlər oblasti. Dərsimiz bu qədər. Hələlik sağ olun.